Salam hörmətli izləyicilər, Yeni Günəşli qəsəbəsi V massivi, Abad məhəllədə 9 mərtəbəli Moskva Leningrad layihəli binanın 6-cı mərtəbəsində qanuni 2 otaqlı tam təmirli mənzili təqdim edirəm. Qonaq otağındayıq, sənəd çıxarışdır, yəni kupça ipotekaya yararlıdır. Mənzil orta blokda yerləşir, yelçəkən layihəlidir, binanın hər iki istiqamətində baxışı var. Təmirində keyfiyyətli məhsullardan istifadə olunub, istilik sistemi kombidir, döşəmə bütünlüklə isti döşəmə ilə təchiz edilib, dəhlizidir, giriş qapısıdır. Giriş qapısından sol istiqamətdə yataq otağı yerləşir, otaqla eyvan ara kəsməsi götürülüb, otağın sahəsi genişləndirilib. Ətrafda məktəb, bağça, bütün növ yaşamaq üçün lazım olan yaşayış obyektləri mövcuddur. Bina yenidən restavrasiya olunub, məhəllə abadlaşdırılıb, blok daxilində yeni nəsil liftlər quraşdırılıb, sanuzel qovşaqları ayrı-ayrılıqda yerləşir, tam təmirlidir. Bura sanitar qovşağıdır. Təmirdən sonra mənzildə yaşayış olmayıb, bura isə hamam otağıdır, bütün aksesuarlar quraşdırılıb. Bu hissə mənzilin mətbəxidir. Mətbəxlə eyvan ara kəsməsi götürülüb, mətbəxin sahəsi genişləndirilib. Bir daha məlumatları qeyd edim. Mənzil yerləşir 9 mərtəbəli binanın 6-cı mərtəbəsində. Qanuni 2 otaqlıdır, tam təmirlidir. Təmirdən sonra mənzildə yaşayış olmayıb, sənəd çıxarışdır, yəni kupça. Mənzil 148 min manata təklif olunur.